Davam edir, hörmətli tamaşaçılar. Böyük Britaniyanın baş naziri Keir Starmer istefa verdiyini açıqlayıb. Londondan daxil olan son məlumatlar Britaniya tarixində yeni bir mərhələnin başladığını göstərir. Avropanın bu istefaya reaksiyası və Londondakı siyasi pərdəarxası məqamlarla bağlı təfərrüatı birbaşa bağlantıda xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq. Günay, siz də iştirik, buyurun. Bəli, baş nazir Keir Starmerin istefası rəsmi Londonu və bütün Avropanı ciddi şəkildə hərəkətə gətirib. Cəmi 2 il əvvəl hakimiyyətə gələn Starmerin gedişinə ölkədəki dərin iqtisadi böhran və ötən ay yerli seçkilərdə leybaristlərin uğradığı ağır məğlubiyyət səbəb oldu. Müdafiə nazirinin büdcə ixtisarlarına etiraz olaraq hökuməti tərk etməsi isə Starmer üçün son nöqtə oldu. Bəli, sizin də qeyd etdiyiniz kimi Londonda hadisələr hazırda çox sürətlə cərəyan edir. Hazırda yeni baş nazir postuna ən güclü namizəd hesab olunan Manchesterın keçmiş meri Andy Burnham artıq parlamentə gələrək rəsmən and içdi. Ən mühüm məqam isə budur ki, onun partiya daxilindəki əsas rəqibi Səhiyyə naziri Wes Streeting rəhbərlik yarışından çəkildiyini və Burnhamın namizədliyini tam dəstəklədiyini bəyan elədi. Və bu gözlənilməz istefa Avropa İttifaqında da planları alt-üst etdi. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Starmerə Ukraynaya göstərdiyi hərbi dəstəyə görə təşəkkür etsə də qeyd edeyim ki, hazırda Brüsseldə diplomatik böhran yaşanır. Rəsmi məlumata görə Avropa İttifaqı deməli bugünə planlaşdırılan rəsmi Avropa İttifaqı Böyük Britaniya samitini təcili təxirə salmalı olub. Çünki məlumdur ki, Avropalı liderlər artıq vəzifəsindən gedən bir siyasətçi ilə strateji danışıqlar aparmağa lüzum görmürlər. Və qeyd edeyim ki, yeni təyin olunacaq şəxs Birləşmiş Krallığın son 10 ildəki sayca 7-ci baş naziri olacaq. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay. Çox sağ olun məlumat üçün.